İzaxlı test 23-cü hissə 5-ci sinif ingilis dili. Əvvəlki hissələrə kanaldan baxa bilərsiniz. 1, 2, 3-cü sualı burada baxacaq. 4, 5-ci sualın cavabını siz şərhlərdə yazarsınız. Birinci sual, choose the correct variant. Düzgün variantı seçin. They have friends in Brazil. A bəndində much çoxlu deməkdir. Sayıla bilməyən isimlərdən işlənir. A lot of həm sayıla bilən, həm də sayıla bilməyən isimlərdən işlənir. A little biraz mənasını verir, sayıla bilməyən isimlərlə işlənir. A lot isə zərfdir, olduqca mənasını verir. They have friends in Brazil. Görürük, burada friends işlənib, dostlar mənasını verir, sayıla bilən isimdir. Ona görə də a lot of burada düzdür. B bəndi doğru cavabdır. They have a lot of friends in Brazil. Onların Braziliyada çoxlu dostları var. İkinci sual, choose the correct WH question. Düzgün xüsusi sual cümləsini seçin. A bəndində how often you have barbecues. Burada görürük ki, köməkçi feil yoxdur. Ona görə biz do'dan, dazdan istifadə etməliyik. Olmalıdır how often do you have barbecues. A bəndi səhvdir. B bəndində what do people do in cold weather. What do people do in cold weather. Burada birinci do köməkçi feildir, ikinci do isə əsas feildir, etmək mənasını verir. What do people do in cold weather cümləsi doğrudur. B bəndi doğru cavabdır. C bəndi niyə səhvdir? What countries do you know olmalıdır. Ona görə bu səhvdir. D bəndində what does Mary read after supper. Does işlənib, üçüncü şəxsin təkindədir. Does işlənib doğrudur, amma feilin sonunda S şəkilsi var. Biz feilin sonunda S şəklini yalnız təsdiq formada işlədirik. Sual və inkar formasında feilin sonunda S şəkilsi olmur. Ona görə D bəndi, ona görə səhvdir. B bəndi doğru cavabdır. Üçüncü sual, choose the correct articles. Computer is on small desk in my room. Burada görürük ki, biz kompüterdir, mənim kiçik stolumun üstündədir, otağımda kiçik stolumun üstündədir. Biz bilirik hansı kompüterdən danışırıq, müəyyəndir bizə. Buna görə Z kompüter olar. Desk sözü təkdədir, sayıla bilən isimdir, onun qarşısında qeyri-müəyyən artikel işlənə bilər. The computer is on a small desk in my room. B bəndi doğru cavabdır. 4-5-ci sualın cavabını şərhlərdə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.